Salam, hər vaxtınız xeyir olsun. Əziz Biologiya Hazırlıq Onlayn kanalının izləyiciləri. Bugün istəyirəm Güvən Nəşriyyatının 2025-ci il buraxılışı olan ikinci hissə test tapşırığı kitabından çoxalma ontogenez mövzusunun testlərinə vaxtımız çatan qədər baxım sizinlə birlikdə. Deməli, dərhal izaha keçək, vaxtımız getməsin. Birinci sualda soruşur ki, hüceyrənin nüvəsində interfazanın əvvəlində xromosom, DNT və gen sayıları arasında hansı münasibət doğrudur? Biz bilirik ki, interfazanın əvvəl deyəndə G1 mərhələsini nəzərdə tutur və bu zaman xromosom sayı 2, DNT sayı da hələ xromosomlar özünü ikiləşdirmədiyinə görə, yəni bilirik S fazada özünü ikiləşdirir. G1 mərhələsində ikiləşdirmədiyinə görə DNT molekulunda sayı 2C olacaqdır. Deməli, X və Y bir-birinə bərabərdir. Z isə, yəni gen sayısı onların saylarından qat-qat çox olacaqdır. Çünki bir xromosomun üzərində çoxlu sayda gen yerləşir. Ona görə də X bərabərdir Y, o da kiçikdir Z, cavab B bəndi. İkinci sualda deyir ki, 2N bərabərdir 4 xromosomlu ilkin cinsiyyət hüceyrəsində meyoz bölünmə nəticəsində əmələ gəlmiş qameti müəyyən edin. Deməli, 2N bərabər 4 verilib hüceyrə bizə. Meyoz bölünmə nəticəsində N bərabərdə 2 olmalıdır qamet. Və burada göstərilən hər homoloji cütdən biri düşməlidir yalnız qametə. O zaman belə Lord dildə desək, bir uzun, bir qısa düşməlidir. Amma baxaq görək hansı qametdən bu fikir özünü doğruldur. Bizə görürük ki, C variantında deməli, bu fikir özünü doğruldur. Üçüncü sualda dişiciyin yumurtağında 5 ədəd yumurtacıq var. Bu yumurtacıqların hamısında 2 qat maylanma prosesinin baş verməsi üçün minimum neçə tozcuq borusu əmələ gəlməlidir? Tozcuq borusu yumurtacığın sayına bərabərdir hər zaman və ona görə də əgər 5 ədəd yumurtacıq vardırsa, deməli 5 ədəd də tozcuq borusu vardır. Cavab A variantı. Dördüncü sualda mitoz bölünmənin birinci fazasında baş verir. Mitoz bölünmənin birinci fazasında xromatidlərin bir-birindən ayrılaraq qütblərə çəkilməsi xeyr, bu profazada baş vermir. Nüvə membranlarının ayrı-ayrı hissəciklərə parçalanması bəli, bu profazada baş verir, profazanın sonlarına yaxın. C, D, Y variantının deyil, amma yenə baxaq, xromosomların spirallarının açılması. Bu ən son telofaza mərhələsinin əlamətidir. Metafaza lövhəsinin əmələ gəlməsi bu metafaza fazasıdır, zaten adından görsənir. Homoloji xromosomlar arasında gen mübadiləsinin, gen sayısının mübadiləsi bu ümumiyyətlə mitozun yox, meyozun xüsusiyyətidir. Cavab B variantı. 5-dən xromosom dəsti tetraploid olan bitkinin yumurta hüceyrəsi N olur. Xeyr, N olmayacaqdır, 2N olacaqdır. Yarpaq hüceyrəsi 8N olacaqdır. Xeyr, yarpaq hüceyrəsi ilə 4N olacaqdır bitkinin öz xromosom dəsti. Sperm 2N olacaqdır. Bəli, qametlər hər bir canlının haploid sayına uyğundur. Yəni 4N xromosom dəsti olan canlının haploid sayı onun 2N-ə bərabərdir. O zaman sperm 2N olacaqdır, doğru ifadədir. Cavab C variantıdır. Mərkəzi hüceyrəsi 6N olur. Xeyr, mərkəzi hüceyrə 6N olmayacaqdır. Mərkəzi hüceyrə deməli 2N və 2N 4N olacaqdır. Yəni bitkinin öz xromosom dəstinə bərabər. Endospermi 3N olacaqdır. Xeyr, endospermi bu zaman 6N olacaqdır. Çünki onun yəni söhbət burada hər halda öz-özünə tozlanan bitkidən söhbət gedir. Keçinsli çiçəyi olan bitkidən söhbət gedir. O zaman endosperm 2N, 2N və 2N də spermi toplayanda 6N edəcəkdir. 6-cı sualda mitoz prosesi zamanı nüvə membranı və nüvəcik nə zaman yenidən formalaşır? Telofaza mərhələsində yenidən formalaşacaqdır. Profazada dağılır, nüvə membranı hissələrə parçalanır, nüvəcik itir. Telofazada yenidən proses bərpa olunur. İnsanın epitel hüceyrəsinin mitoz bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosom sayı neçə olur? Epitel hüceyrəsi mitoz bölünməsi zamanı anafazanın deməli mərhələsində xromosom dəsti, yəni parametrlər 4N 4C-yə bərabərdir. Burada 4N xromosomu, 4C isə xromatidləri və yaxud da DNT molekulunun sayını göstərir. Bu zaman bizdən xromosom sayını soruşduğuna görə 4N soruşur. Yəni 2N insanda, 2N epitel hüceyrəsində 2N bərabərdir
deməli 46 olduğundan 4-ndə 92 olar. Cavab A variantı. Əzələ toxumasına aid bədxassəli xassəli şişlər nə adlanır? Əzələ toxumasına ayrılan bədxassəli xassəli şişlər miosarkom adlanacaq. Mio burada əzələ olduğunu bildirir. Sarkoma da zaten bədxassəli xassəli şişin adıdır. 9-cu sualda heksaploid örtülü toxumlu bitkinin mərkəzi hüceyrəsinin, yumurta hüceyrəsinin və yumurtacıq divarı hüceyrəsinin xromosom dəstəsinin düzgün göstərildiyi bəndi müəyyən edin soruşur. Heksaploid, yəni 6 yeni bitkinin mərkəzi hüceyrəsi olacaqdır. Deməli 6 yen, yəni bitkinin özünün xromosom dəsti qədər. Yumurta hüceyrəsi bunun yarısı qədər, yəni 3 yen olacaqdır. Yumurtacıq divarı hüceyrəsi də bitkinin, yəni ana bitkinin özünə məxsus olan xromosom sayına sahibdir. Yəni 6 yen olacaqdır. Doğru cavab deməli 6 yen, 3 yen, 6 yen. Bu da D variantında. 10-cu sualda 2 qat maylanma hansı bitkilərdə baş verir? Təbii ki, çiçəkli bitkilərdə baş verir. Əgər meyoz prosesinin gedişində xromatidlər hüceyrənin qütblərinə çəkilməyə başlayıbdırsa, onda bu hansı mərhələdir? Xromatidlər hüceyrənin qütblərinə çəkilməyə başlayıbsa, deməli bu ikinci bölünmədən söhbət gedir, ikinci mərhələdən söhbət gedir. Daha doğrusu meyozun ikinci bölünməsindən hansı mərhələsidir? Qütblər çəkilməyə başlayıbdır, deməli ikinci ana fazada. Cavab B variantı. 12-ci sualda cədvələ əsasın X və Y-in cəmini hesablayın deyir bizə. Bunu yazaq. Deməli bitki verir bizə 2-in və birdən 4-in. Mərkəzi hüceyrənin xromosom sayı X-dır. Yəni 2-in diploid bitkidirsə, onun mərkəzi hüceyrəsi də X-da, yəni 2-indir. X bərabər 2-in olacaqdır. Y də bərabərdir 4-in olacaqdır. Və bizə deyir ki, somatik hüceyrəsinin xromosom sayı. Somatik hüceyrəsinin xromosom sayı zaten mərkəzi hüceyrə, yəni diploid sayıya bərabərdir. Yəni 2-in 48-dirsə, deməli bu bitkinin eni bizə en lazım deyil, X-i soruşur. 2-in 48-dir, yəni X 48-dir. Y isə 48 üstə gəl 8-dir, yəni o zaman bu deyəcəkdir neçə? 56. Bizdən X-in Y-in cəmini soruşur, yəni 48 ilə 56-nın cəmi də eləyəcəkdir 104. Cavab A variantı. Sonra növbəti sual. Hansı canlıda maylanmış yumurta hüceyrə tam parçalanmaya məruz qalır? Tam parçalanmaya məruz qalacaqdır. Deməli, cavab A variantını işlədəcəm. 14-də deməli, qurbağalar və tritonlarda mayalanmış yumurta hüceyrə tam bölünməyə məruz qalsa da, zigotun müxtəlif ölçülü blastomerlərə parçalanmamasının səbəbi nədir? Yumurta sarısının nisbətən çox olması, bəli, yumurta sarısının nisbətən çox olması, bunlar zaten kitab cümlələridir. 15-ci sualda, yəni digərlərinə variantlara ona görə baxmıram. Sxemdə diploid xromosom dəstinə sahib malik canlının somatik hüceyrəsinin bölünməsinin hansı fazası göstərilmişdir? Burada göründüyü kimi metafaza lövhəsi əmələ gəlmişdir. Deməli, metafaza fazası görsənir. Çiçəkli bitkinin hansı orqanın bəzi hüceyrələrində bölünmə zamanı xromosomlar arasında konjugasiya gedə bilər? Konjugasiya nə zaman gedə bilər? Meyoz bölünmə gedəcəksə, meyoz bölünmə nə zaman gedər? Generativ orqanda. Bu da Y variantında çiçək verilmişdir. 17-ci sualda xromosomların haploid sayı 8 olan bir hüceyrədə mitoz bölünmənin profazasında neçə xromatid olar? Mitoz bölünmənin profazasında xromosom parametrlər 2-in 4C-dir. Haploid sayı 8-dirsə, deməli diploid sayı olacaqdır 16. Mitoz bölünmənin profazasında xromatid sayı dediyinə görə deməli olacaqdır 32, yəni 4 vurulsun 8, bu da 32. D variantı edəcəkdir. Sonra növbəti sual, sadalanan proseslərdən hansı mitoz bölünmə zamanı ən son olaraq baş verir? Xromatidlərin bir-birindən tam ayrılaraq qütblərə çəkilməsi yox. Bu deməli ümumiyyətcə mitoz deməli hansı fazada baş verəcəkdir? Bu baş verəcəkdir ana fazada. Amma bizə deyir ən son olaraq yəqin telefaza nəzərdə tutulur və telefazanın sonunu nəzərdə tutulur. Çox güman ki, nüvə qılafının əmələ gəlməsi, elə bu sualımızın cavabı olar. Yenə hər ehtimala baxaq. Xromosomların hüceyrənin ekvator sahəsi boyunca düzülməsi bu metafazanı ifadə edir. Nüvəciyin itməsi profazadır. Xromosomların qısalması, yoğunlaşması profazanın sonudur. Deməli cavab B variantı. Nüvə qılafının əmələ gəlməsi, nüvəciyin yenidən formalaşması, xromosomların spiralların açılması, bunlar hamısı telefazanın xüsusiyyətləridir. 19-cu sualda deyir ki, tetraploid bitkinin dişiciyi
Diploid bitkinin tozcuğu tozlandırılmışdır. Yəni 4-ün 2-yindən tozlanmışdır. Bu bitkidə 2 qat maylanmadan sonra triploid xromosom dəstinə malik olacaq. Aha, görünə malik olacaqdır. 4-ün yazaq da bunu. 4-ün bitki deməli bu dişi bitkidir. 2-in nükleus 2-in erkək bitki ilə tozlanmışdır. Triploid bizə lazımdır. Yəni 3-in görək nə ola bilər? Endosperm deyil. Endosperm 4-in burada, en də burada olacaq. 5-in olmaz. Bu 5-in oldu. Olmaz. Sonra meyvənin qabığı bitkinin özünün, dişi bitkinin özünün xromosom dəstəsi 4-indir. Bu da olmaz. Toxumun qabığı da bitkinin özünün xromosom dəstəsi, yəni 4-indir. Bu da olmaz. Bu nə yazır? Rüşem, rüşem deməli dişi bitkidən yəni qametinin xromosom dəstəsi 2-in, erkək bitkidə də qametinin xromosom dəstəsi n-dir. Yəni spermi n-də toplayanda 3n eləyir. Bizə də zaten bu lazımdır. Cavab D variantıdır. Meyvənin dəhtli hissəsi deyil. Bu da 4-in, yəni bitkinin, ana bitkinin özünün deməli xromosom dəstəsidir. Ona görə də doğru variant burada oldu. Hamısını sildim. Doğru variant burada oldu. Rüşem. Örtülü toxumlu bitkinin yarpaq hüceyrəsində xromosomların sayı n-ə bərabərdirsə, bu bitkinin maylanmadan bilavasitə əvvəl rüşem hissəsində olan bütün hüceyrələrində xromosomların sayını tapın. Spermlər rüşem hissəsinə daxil olmamışdır. Yazaq. Yarpaq hüceyrəsində xromosomların sayı n-dirsə, yəni 2n-i qələm neyə verir? 2n-i bərabərdir n-dir. Bu bitkinin maylanmadan bilavasitə əvvəl rüşem hissəsində olan bütün hüceyrələrində xromosomların sayını tapın deyir. Deməli bizim 2n-imiz n veribsə, biz buradakı n xromosom dəstəsini bildirir. Bu isə şərtdə verilən n-lə ifadə olunub, həmin n-də, yəni qarışdırmayaq. Deməli mən bu xromosom dəstədəki, yəni haploid sayı n-i tapsam, şərtdə verilən şərt ifadə n-i bölərəm 2-yə. Deməli haploid sayı n bərabərdir. Şərtdəki n bölünsün 2 ilə ifadə etdim. Və bizə deyir ki, rüşem hissəsində olan bütün hüceyrələrindəki xromosomların sayını tap. Rüşem hissəsində olan bütün hüceyrələr 8 deməli 7 ədəd hüceyrə vardır orada. Bir mərkəzi hüceyrə, bir yumurta hüceyrə, 5 ədəd də kənar hüceyrədir ki, hansı ki 3-ü bir qütbdədir, ikisi də bir qütbdədir. Toplamda 7 ədəd hüceyrədir, amma ümumi xromosom dəstəsi 8-dir. Yəni əvvəl onlar hər biri, yəni mərkəzi hüceyrə təbii ki 2 dənə nüvə idi əvvəllər. Hər biri xromosom dəstəsi n idi, haploid idi. Sonra onlar birləşərək diploid oldular da. Yəni ümumi rüşem hissəsinin xromosom sayı 2n-li bitkidə 8n-dirsə, o zaman n bölünsün 2 daha doğrusu n olanda yox, mən haploid sayı getdim çıxdım. Haploid sayı yazmayın, diploidlə ifadə elədim. Ona görə də diploid yazdım. Heç burada yəni bunu tapmağa ehtiyac yox idi. Yarpaq hüceyrəsini zaten veribdir də, n veribdir. Demək 2n bitkidə 8n-ə bərabərdirsə, rüşem hissəsindəki xromosomların cəmi, diploid sayı n olan bitkidən nəyə bərabər olar? X-ə bərabər olar. X də buradan bərabərdir. 8n 2n-ə 8n gedəcək, 4 qalacaq. 4-ü də n-ə vuranda 4n olacaqdır. Sualımızın cavabı D variantı 4n olacaqdır. Növbəti sual verilənlərdən hansı yalnız meyoz bölünmək üçün səciyyəvi olmuş, mitoz bölünmədə baş vermir? Xromosomların ikiləşməsi. Xromosomların ikiləşməsi, yəni bu sualın cavabı deyil. Xromosomların deməli ikiləşməsi, yəni yalnız meyoza aid deyil də. Həm meyozda olur, həm mitozda olan anafazda rast gəldiyimiz prosesdir. Yəni meyoz 2-də və mitozda. Xromosomların konjugasiyası, bax budur cavab. Çünki konjugasiya yalnız meyoz bölünmənin xüsusiyyətidir. Birinci profazada gedir və mütləq şəkildə gedir. Yəni konjugasiya olmasa meyoz ümumiyyətcə pozular. Yəni meyozun gedişatının göstəricisi zaten konjugasiyadır. Digər variantlara baxmağa ehtiyac yoxdur. Zaten şifahi sualdır. Qeyri-cinsi çoxalma forması deyil 22-də. 2-yə bölünmə yolu çoxalma qeyri-cinsi çoxalmadır. 0 vasitəsilə çoxalma aiddir. Tumurcuqlama yolu aiddir. Şizogoniya aiddir. Amma partenogenez cinsi çoxalma üsuludur. Formasıdır daha doğrusu. Hansı mərhələdə nüvə membranı əriyir, nüvəciklər itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir? Söhbət profazadan gedir. Deməli, cədvələ əsasın x və y-in cəmini hesablayın deyir. Deməli, yumurtalıqdakı yumurtacıqların sayını x-la verib bizə. Spermilərin maylanmadan bilavasitə əvvəl spermilər daxil olmadığı halda
Üşüyüm kisəsində olan hüceyrələrin sayını isə bizə 56 verib. Mən də bayaqki sualda da dedim ki, üşüyüm kisəsində olan spermlər, ümumiyyətcə üzr istəyirəm, hüceyrələrin sayı 7 ədəddir. Bir üşüyüm kisəsində, yəni belə deyək, bir üşüyüm kisəsində 7 ədəddir. Onda x üşüyüm kisəsində 56 ədəd olar. X də bərabərdir 8. Deməli 8 ədəd üşüyüm kisəsi var. Deməli 8 ədəd yumurtacıq var deməkdir. Deməli x də buradan tapdıq ki, 8-ə bərabərdir. Əminə gələcək meyvədə toxumların sayı bizə deməli bizə verməyibdir ki, toxumu soruşur, hə, ləpəni soruşmuş. Toxumun sayı da zaten elə yumurtacığın sayına bərabər olacaq 8. Bizdən də x-dən y-in cəmini soruşduğuna görə toplamda B variantı 16 edəcəkdir. Növbəti sual 25-ci sualda nədir? Yenə x-in y-in cəmini soruşur bizdən. Burada deməli ifadə eləyibdir. A ilə ifadə eləyibdir. Nə deyir? X-in y-in ifadə eləyib. Deməli bu da elə eynən 10 kimidir, amma hesablayaq. Burada rəqəm verməyib sadəcə. Yumurtalıqdakı yumurtacıqların sayını m verib. 25-ə baxıram da mən, bir dəqiqə görüm mən düz baxdım. Hə, 25-ə baxıram. Yumurtacıqlarla yumurtalıqdakı yumurtacıqların sayını n verib. Maylamadan bilavasitə və rüşem kisəsinə spermlər daxil olmadığı halda hüceyrələrin sayını x verib. Əminə gələcək meyvədəki toxumların sayını y veribdir. Deməli n belə deyək də, bir rüşem kisəsində 7 ədəd hüceyrə vardırsa, n rüşem kisəsində də, yəni n qədər yumurtacıq sayı olanda da nə qədər olacaqdır? X qədər olacaqdır. X də bərabərdir 7n edir. Yəni 7n ümumilikdə rüşem kisələrində olan xromosomların sayı deməkdir. Əminə gələcək meyvədə toxumların sayı isə bir dənə, yəni n qədər olacaqdır da, n. Çünki bizə deyir yumurtacığın sayı n-dir. Əminə gələcək meyvədə toxumun sayı da y-də deməli n olacaqdır. Bizə isə deyir ki, x-in y-in cəmini tap. X-i tapdıq 7n, y-i də verdi, yəni tapdıq verilənlərə görə n. Bunlar da toplamda cəmi eləyəcəkdir 8n. Növbəti sual. Məməli heyvanın somatik hüceyrəsinin mitoz bölünməsi zamanı anafaza mərhələsinin sonunda xromosomların sayını x qəbul etsək, yazaq. Somatik hüceyrəsinin mitoz bölünməsi zamanı anafaza mərhələsinin sonunda, yəni 4n parametrlər yazmadı qələm. 4n, 4c olan parametrlərdən. Xromosomların sayını x qəbul etsək, yəni 4n-i x-dən ifadə etsək. Onda bu canlı meyoz bölünməsi nəticəsində əmələ gəlmiş qametində xromosomların sayı neçə olar? 4n əgər x-dırsa, buradan n, yəni haploid sayı qametin xromosom dəstəyə bərabər olacaqdır. Bərabər olacaqdır x bölünsün 4-ə. Bizə nə deyir? Meyoz bölünmə nəticəsində əmələ gəlmiş qametində xromosomların sayı. Bir qametindən söhbət gedir. Yəni bir qametdə haploid dəstə bərabərdir x bölünsün 4. O da C variantında verilmişdir. Burası. Deməli, nə oldu burada? 26-da nə dedim? X bölü 4 dedim, C dedim. 27-ci sual. 128 blastomerdən ibarət rüşemin əmələ gəlməsi üçün cəmi neçə hüceyrə bölünməyə məruz qalmışdır? 128 blastomer əmələ gətirək əvvəlcə. Bir ekizigot ard-arda 2 dəfə uzunla bölünmə keçirdir və 2-yə bölünməklə gedir. Yəni sayını 2 dəfə artıra-artıra gedir. Sonra ardıcıl olaraq n-ə bölünür, sonra uzunla bölünür, yenidən n-ə bölünür, yenidən uzunla bölünür və yenidən n-ə bölünür. Bu proses davam edir. Bizə 128 blastomer dediyinə görə burada saxlayırıq prosesi. Bizə deyir ki, əmələ gəlməsi üçün cəmi neçə hüceyrə bölünməyə məruz qalmışdır. Cəmi neçə hüceyrə bölünməyə məruz qalmışdır. Bölünməyə məruz qalan hüceyrəni tapmaqdan ötürü əmələ gəlmiş, ən sonda əmələ gəlmiş hüceyrə sayından həmin bölünməyə daxil olmuş hüceyrənin sayını çıxırıq. Yəni, bizim də bu bölünməyə daxil olan hüceyrə, başlanğıc hüceyrənin sayı 1-dir, yəni zigotdur. Zigot özü hüceyrədir. Əgər bizdən sualda deməli, hüceyrə deyildi, blastomer sorsaydı, biz o zaman 2-dən başlayaraq hesabımızı aparardıq, yəni 128-in 2 çıxardıq. Amma bizdən hüceyrə soruşduğuna görə, yəni neçə hüceyrə bölünməyə məruz qalmışdır? 128 çıxılsın bir ədəd zigot bərabərdir 127 hüceyrə deməli bölünməyə məruz qalmışdır. O da cavab C variantı. Növbəti sual. Neştərcədə 16 hüceyrədən ibarət rüşemin gəlməsi zamanı maksimum neçə hüceyrə n-ə bölünməyə məruz qalır. Burada da 16 hüceyrə əmələ gətirməli. Yenə neştərcədə də eyni formada gedir. 2, sonra 4, sonra 8, sonra 16 stop edirik. Maksimum neçə hüceyrə n-ə bölünməyə məruz qalmışdır.
Eninə bölünməyə məruz qalan hüceyrə 4-dür. Görürük ki, 4 uzanına bölünmədən əmələ gəlib, eninə bölünməyə məruz qalıb. Eninə bölünərək 8 hüceyrə əmələ gəlibdir. Deməli, cavab B variantı olur. Sonra neçədəçədə 32 hüceyrədən ibarət ruşa əmələ gəlməsi zamanı uzununa bölünməyə neçə hüceyrə məruz qalmışdır? Bunun ardını yazıram. 32 hüceyrəyə çatdırırıq və deyək ki, uzununa bölünməyə məruz qalmış neçə hüceyrə eyni bölünməklə əmələ gəlmişdir. Aha. Burada çox maraqlı bir nüans var. Deyir, uzununa bölünməyə məruz qalmış neçə hüceyrə eninə bölünməklə əmələ gəlmişdir. Uzununa bölünməyə məruz qalmış hüceyrələri tapırıq əvvəlcə. Deməli, bir ziqotdur özü. Sonra 2 hüceyrə buradan. Yəni 1 üstə gəl 2. Üstə gəl. Amma yox, bizə deyir ki, bunun yerini topladım ki, bir dəqiqə. Onlar mənə lazım deyil bunları toplamaq. Hamısını tapmaq. Mənə deyir ki, uzununa bölünməyə məruz qalmış neçə hüceyrə eninə bölünməklə əmələ gəlmişdir. Uzununa bölünməyə məruz qalıb, amma özü eninə bölünmədən əmələ gəlmişdir. Bu görsənir ki, 8. Özü uzununa bölünməyə məruz qalmışdır, gördüyümüz kimi, amma özü eninə bölünmədən əmələ gəlmişdir. Yəni 8 üstə gəl. Sonra uzununa bölünməyə məruz qalmış, özü eninə bölünməklə əmələ gəlmişdir. Və salam. Elə 8-dir. Elə 8-dir, yoxdur başqası. Deməli, bunu silək. Cavab 8 görə hansı vədə verilibdir? C variantında verilmiş zaten. 8 hüceyrə göründüyü kimi uzununa bölünməyə məruz qalaraq özü isə eninə bölünməklə əmələ gəlmişdir. 64 blastomerdən ibarət bir şeyin əmələ gəlməsi üçün cəmi neçə blastomer bölünməyə məruz qalmışdır? Aha, görsün bayaq dediyim, neçə blastomer bölünməyə məruz qalıb. Yenidən çəkmirəm həmin şəkili. Ən sonda alınan blastomer sayı bizə veribdir 64. Və deyir neçə blastomer bölünməyə məruz qalıb. Bayaq nə demişdim? Blastomer sayı 2-dən başlayır. Deməli, 64-dən 2-ni çıxartacaq, qalacaqdır 62 C variantı. Mitoz bölünmə zamanı nüvə membranının həll olması nə zaman baş verir? Nüvə membranı həll olacaqdır nə zaman? Profazanın sonunda. Çiyəli bitkilərin ruşem hissəsində neçə hüceyrə normal halda heç vaxt sperm ilə birləşmir. Sperm ilə birləşən 2 hüceyrə var orada. Bir mərkəzi hüceyrə, bir də yumurta hüceyrə. Yerdə qalan 5 hüceyrə, yəni sinergit və antipod hüceyrələri hansı ki qütbləri çəkilmişdir. 3-ü bir qütbə, 2-si bir qütbə. Onlar heç vaxt sperm ilə birləşmir, yəni 2 qat maylamada iştirak etmir. Toplamda 5 hüceyrə. Tumurcuqlanma yolu ilə çoxalır. Tumurcuqlanma yolu ilə bakteriyalar çoxalmır. Burada maya göbələkləri. Tumurcuqlanma yolu ilə çoxalınır ümumiyyətcə. Bir göbələklər aləmində var, maya göbələklərdir. Bir də deməli heyvanlar aləmində bağırsaq boşluq tipinin nümayəndələrini söyləyəcəyik. Növbəti sual 34-cü sualda deyir ki, məsələdir bizdən. Deyir ki, heyvan orqanizminin bağırsaq hüceyrəsinin mitoz bölünməsinin anafaza mərhələsində 156 xromatid varsa, onun bir yumurta hüceyrəsində neçə xromatid olar? Deməli, parametrləri həmən yazırıq. Ümumiyyətcə bu suallar həll edəndə həmişə parametrləri yazmaq lazımdır. Mitoz bölünmənin anafazasında 4N, 4C-dir. Bizdən xromatid sayı veribdir. Yəni 4C-ni veribdir ki, 156-dır. Buradan C-ni həmən taparıq ki, yəni C N deməkdir həm də. 156-nı 4-ə böləndə 3, buradan da 9, 39. Onun bir yumurta hüceyrəsində neçə xromatid olar? Yumurta hüceyrə parametri NC-dir. Yəni elə haploid dəstinə bərabərdir. Yəni 39 Y variantı. Meyoz bölünmənin növbəti sual. Meyoz bölünmənin sxeminə əsasən yanlış ifadəni müəyyən edin. Deməli, burada baxırıq ki, meyoz bölünmə veribdir, hüceyrə veribdir. Baxaq görün nədir yanlış olan. Deməli, birinci A variantında deyir ki, sonda əmələ gəlmiş hər bir hüceyrədə xromatid sayı xromosom sayına bərabərdir. Bəli. Yəni doğrudan da NC alınır da parametrlərinə görə. Həqiqətən də şəkildən də zaten görsənir. B-də deyir ki, birinci bölünmənin anafazasında qütblərə bir xromatidə xromosomlar çəkilmişdir. Yəni yanlışdır. Şəklə baxmasaq da yanlışdır. Birinci bölünmənin anafazasında homoloji xromosomlar ondan qabaq metafazada düzülür. Metafaza lövhəsi əmələ gətirir. Onlar qütbləri çəkiləndə hər qütbə bir ədəd xromosom tam bütöv şəkildə çəkiləcək. Yəni ki, xromatidli halda çəkiləcək. Yəni homoloji cütlər ayrılacaq bir-birindən. Yəni yanlış variant bizdə B variantıdır. Gələm götürüm. Yanlış variant B variantıdır. O birisləri də baxaq. Baxmayaq. Yəni asandır zaten bu sual, şifahi sualdır. B variantı yanlışdır. 36-cı sual vaxtımız çox gedir, ona görə sual çoxdur. Öz-özünə tozlanma nəticəsində əmələ gələn buğda dəninin endosperm hüceyrəsində xromosomların sayı ruşem hüceyrəsində olan xromosomların sayından neçə dəfə çoxdur? Deməli, buğda dəninin endosperm hüceyrəsində xromosomların sayını deyir ki, ruşem hüceyrəsində olan xromosomların sayı neçədə çoxdur? Endosperm hüceyrəsinin xromosom sayı 3N-dir.
Rüşeym də isə 2n'dir. 3n də 2n'ə bölünür 1,5 eləyir C variantı. 37-də mitoz bölünmənin profaza mərhələsində baş vermir. Nüvəciklərin itməsi burada baş verir. Xromosomların qısalması, yoğunlaşması burada olacaqdır. Sentriyolların qütbələrə çəkilməsi buradadır təbii ki. Nüvə pərdəsinin həll olması buradadır. Profazanın sonunda xromatidlərin qütbələrə çəkilməsi yox, bu profazada deyil, bu anafazadadır. Ona görə doğru variant Y variantı. 18-ci sualda örtülü toxumu bitkinin rüşeym hissəsində mərkəzi hüceyrə və yumurta hüceyrənin xromosomlarının cəmini n qəbul etsək, yəni mərkəzi hüceyrə 2n'dir. Yumurta hüceyrə n'dir. Bu eləyir toplamda 3n əslində. Deyir 3n'i n kimi ifadə etsək, onda mərkəzi hüceyrədə neçə xromosom olar? Əgər 3n n'dirsə, onda mərkəzi hüceyrəndə neçə xromosom olacaq? Tapaq. Əgər 3n n'dirsə, n kimi ifadə edibsə, biz buradan haploid sayı tapaq görək nəyə bərabərdir? Yəni buradakı n tapaq haploidi. Buradakı n tapmaqdan ötürü bu şərtdə verilən n'i bölməliyəm 3-ə. Deməli, bunun haploid sayı n bərabərdir n bölünsün 3. N bölünsün 3-dən, yəni rəngi dəyişin, başqa şey nə yazım? N bölünsün 3-dən x-a bərabərdir. 2n də isə 3n-ə bərabərdir. Yəni, nə idi bizə? Mərkəzi hüceyrə üzrə 2n-ə bərabərdir. 2n-ə bərabərdir. Onda, deməli, mən buraları silim. Belə qarışıq olanda həqiqətən yaza bilmirəm, fikrim bütün yayınır. Silim təmizlik olsun ki, təmizlik olanda adam rahat işləyir. Qələmimizi götürək. Deməli, mən yazım bunu. Bitkinin rüşeym hissəsinin mərkəzi hüceyrə, yumurta hüceyrənin cəmini verib n, yəni 2n-lə n-in cəmini bizə veribdir şərtdə n. Yəni 3n bərabərdir şərtdəki n. Buradan n tapsam, yəni hansı n-i bu? Haploid dəstək n-i. Yəni hər ikisi n-dən ifadə olunur, biraz çaşqınlıq yaranar. Haploid dəstəki n-i tapsam, şərtdə verilən n-i bölərəm 3-ə. Deməli, bu bitkinin haploid dəsti n bölünsün 3-dür. Haploid nəyə bərabər olar? N bölünsün 3 vurulsun 2, yəni 2n bölünsün 3. İndi deyir, bu 2n bölünsün 3 olan bitkidə mərkəzi hüceyrə neçə olar? Xromosom dəsti x. Biz də bilirik ki, 2n xromosom dəsti olan bitkidə mərkəzi hüceyrə 2n olacaqdır. Buradan tərəf-tərəfə deməli x-lar gedir 2n-lər, yerdə qalır 2n bölünsün 3, o da C variantı. Növbəti sual deyir ki, burada dərinin hansı rəqəm və rəqəmlərlə verilmiş hissələri ziqotdan əmələ gəlməyib. Ziqotdan əmələ gəlməyibdir. Deməli, elə birin özü ziqotdan əmələ gəlməyib, çünki toxum qabığıdır. Meyvənin qabığıdır. 2 əmələ gəlməyib, çünki endospermdir. 3 burada rüşeym hissəsidir, rüşeymin gövdəciyidir. Yəni bu əmələ gəlib ziqotdan, digər hissələri ziqotdan əmələ gəlibdir. Bizdə deməli əmələ gəlməyən 1-dən 2 oldu. B variantı. Çiçəkdə azalma prosesi müşahidə edilə bilər. Bu, yəni meyozdan söhbət gedir. Meyoz harda baş verəcəkdir? Tozluq kisəsində. Angiosarkoma hansı orqan bəd xəstəliyi xəstəliyidir? Bu damar xəstəliyidir. Damarlarda olan bəd xəstəliyi şişdir. 11-ci sinif dərsliyində verilmişdir son hissələrdə. Fərdi inkişafı dolayı yoluna getməyən canlılardır. Dolayı yoluna getməyənlər burada deməli düzünə yoluna gedən sürünənlərdir. C variantı. Burada isə deyir ki, fərdi inkişafları düzünə yola gedən canlılardır. Burada da olacaqdır. Düzünə yola gedən göyərçin quşlar olacaqdır. Yerdə qalanların isə dolayı yoluna gedir. Yəni metamorfozdan gedir. 44-də deyir ki, çiçəkli bitkinin bir rüşeym hissəsində 2 qat maylamada bilavasitə neçə erkək qamet iştirak edir? Bir rüşeym hissəsində 2 qat maylamada 2 ədəd sperm iştirak edəcəkdir. Cavab B variantı. Mitoz prosesi zamanı bölünmə və tərlərin əmələ gəlməsi başa çatacaqdır. Deməli, metafazada əmələ gəlməyə başlayır. Profazada başa çatacaqdır metafazada. Hansı sxem mitoz bölünməyə aiddir? Mitoz bölünmədə bilirik ki, eyni ana hüceyrəyə oxşar 2 ədəd qız hüceyrənin əmələ gəlməsidir. O zaman hansı olacaqdır? C variantında 2n-dən 2n olan 2 ədəd hüceyrə əmələ gəlibdir. Çoxalması prosesində nəsil növbələşməsi müşahidə olunan yosundur. Söhbət burada laminariyadan gedir. Yumurtalığının yetişmə zonasına n sayda hüceyrə daxil olduqda sonda əmələ gələn yönəlici cisimciklərin ümumi sayı neçə olar? N ədəd hüceyrə daxil olanda, yəni 1 ədəd hüceyrə daxil olanda 3 dənə yönəlici cisimcik əmələ gəlir. N ədəd daxil olanda da 3n olacaqdır. Yəni burada da Y variantı. Heç bunu yazmasam da olar. Niyə yazdım? Asan bir şeydir, şifahi bir şeydir.
9'da deyir ki, yumurtalığın çoxalma zonasına daxil olmuş en sayda hüceyrə 3 dəfə mitoz keçirdikdən sonra neçə hüceyrə əmələ gəlir? Bir dəfə mitoz keçirdikdən, yəni 2 hüceyrə əmələ gəldiyinə görə, 3 dəfə mitoz keçirdiyinə görə 2 üstü 3. O da eləcək 8. Deməli, en sayda hüceyrə daxil olanda 8-in qədər sonda hüceyrə əmələ gələcəkdir. Mezodermadan əmələ gəlmir. Mezodermadan dərinin, deməli, derma qatı əmələ gəlir. Qan damarları əmələ gəlir, sümüklər əmələ gəlir, əzələlər əmələ gəlir, amma qaraciyər mezodermadan əmələ gəlmir. Xromatitlərin bir-birindən ayrılması meyoz bölünmənin hansı fazasında baş verir? Xromatitlər bir-birindən ayrılacaqdır meyozun ikinci ana fazasında. Birinci ana fazada xromosomlar bir-birindən ayrılır, homoloji xromosomlar. İkinci ana fazada isə xromatidlər, yəni Y variantı. Buğda bitkisinin öz-özünə tozlaması nəticəsində əmələ gəlmiş nə meyvənin hansı hissəsinə aid hüceyrə nüvəsində xromosom sayı daha çox olar? Deməli, ləpə yarpağı 2 xromosom dəstinə sahibdir. Çünki ləpə yarpağı deməli ziqotdan əmələ gəlir. Ona görə 2-dir. Sonra rüşem kökçüyü də yəni 2 olacaqdır. Bizə nə soruşulmayacaq? Hansı daha çox soruş? Hə. Toxum qabığı bitkinin öz xromosom dəstinə sahibdir. Yəni ana bitkinin özünə məxsus olacaqdır. O da yəni 2. Meyvə yanlığı da 2 olacaqdır. Ana bitkinin özünün xromosom dəsti. Endosperm isə 3-dir. Yəni burada göründük mən çox olan endosperm oldu. Öz-özünə tozlanan örtülü toxumlu bitkinin rüşem hissəsində mərkəzi hüceyrənin xromosom sayı 14 olarsa, yəni 2 14 olarsa, bu bitkinin endosperm, ziqot və yumurta hüceyrəsində olan xromosomların sayını müəyyən edək. Yəni bunlar şifahi suallardır. Əgər mərkəzi hüceyrə 14-dürsə, deməli 2 14-dür. N burada 7 olacaqdır. Endosperm 3 burada 21 olacaqdır. Ziqotda 2 olaraq yenə 14 olacaq. Demək endosperm 21, 14, 7. 21, 14, 7 də elə A variantında verilmişdir. 54-də sxemdə diploid xromosom dəstinə malik canlıda baş verən meyoz bölünmənin hansı fazası göstərilmişdir? Burada göründüyü kimi birinci deməli metafaza göstərilmişdir. O da D variantında. N, 2 və 3 xromosom dəstinə malik hüceyrələrdən hansıları mitoz yolla bölünə bilər? Mitoz yolla istənilən deməli hüceyrə bölünə bilər. Bir dəqiqə. Ona görə də, yəni hər üçü də mitoz prosesi baş verə bildiyinə görə həm 1, həm 2, həm də 3-cü hüceyrədə olacaqdır mitoz. O da olacaqdır D variantında. 55-də deyir ki, 56-da deyir ki, diploid xromosom dəstinə malik canlının somatik hüceyrəsinin bölünməsi zamanı metafazanın sonunda xromosom yığımı sxemdə göstərilmişdir. Aha. Normal meyoz prosesi gedərsə, həmin canlının cinsiyyət hüceyrəsinin meyozun birinci ana fazasının hüceyrənin xromosom yığımı necə olacaqdır? Burada mitoz bölünməni veribdir. Mitozun deməli metafazasını verib. Deməli burada xromosom dəsti bu canlı neçədir? 2 bərabərdir 4-ə. Yazın bunu. Bu canlının 2 bərabərdir 4-ə. Bizə deyir ki, əgər meyoz prosesi gedərsə, həmin canlının cinsiyyət hüceyrəsində meyozun birinci ana fazasında hüceyrənin xromosom yığımı necə olar? Meyozun birinci ana fazasında da xromosom yığımı elə 2 bərabərdir 4-də əslində. Sadəcə bunların cüt əmələ gətirməyi, homoloji cüt əmələ gətirmələri var, fərqli olaraq mitozdan. O da A variantında görsənir. 2 bərabərdir 4-dür və homoloji cütlər qarşı-qarşıya düzülüblər. Yəni homoloji xromosomlar cüt əmələ gətiriblər və onlar qarşı-qarşıya düzülmüşlər. Yəni tetrat əmələ gətirmişdir. Yenə də həmin fazadır. Yəni ana fazasını göstərir. Növbəti sualdan pozum yenə bir dəqiqə sərgəl olsun bura. 57-ci sualda deyir ki, əgər eyni vaxtda doğulmuş 2 əkizdən biri qız, o biri oğlandırsa, onda maylanmada neçə qamet iştirak etmişdir? Biz bilirik ki, eyni yumurta əkizləri cinsiyyətçi eyni olurlar və onlarda neçə əkizin olmasına asılı olmayaraq, yəni eyni cinsiyyət uşaqlardırsa, bu zaman eyni yumurta əkizinə söhbət gedir. Bu zaman bir yumurta hüceyrə, bir də spermatozoid iştirak edəcəkdir. Amma müxtəlif yumurta əkizlərində mütləq şəkildə ki, əgər cinsiyyət fərqlidirsə, oğlan, qız, yəni hər ikisi varsa, deməli bunlar müxtəlif yumurta əkizləridir bu arada və onlarda hər ziqotun yaranması üçün, yəni hər rüşeym üçün, belə deyim, ayrı-ayrılıqda ziqot yaranır. Yəni hərəsi ayrı ziqotdan inkişaf eləyir. Hərəsi ayrı deməli yumurta hüceyrə və ayrı spermatozoiddən yaranmışdır. Bu zaman, deməli, onda necə olacaqdır? 2 əkizdən bir qız, bir oğlandırsa, demək hərəsinə bir yumurta hüceyrə, bir də spermatozoid düşəcəkdir. Toplamda 4 ədəd eləyəcəkdir. Yəni D variantı.
58-də deyir, toxumun yetişmə zonasında 16 hüceyrə əmələ gəlib. Yəni, ən sonda 16 hüceyrə əmələ gəlib, toxumluqdur, erkəkdir. Bu hüceyrələrdən neçəsi qametdir? Təbii ki, hamısı qamet olacaqdır. Biz demişdik ki, yəni kişi orqanizmində, söhbət insandan gedir burada. Kişi orqanizmində 16 hüceyrə, ümumiyyətcə neçə hüceyrə əmələ gəlibsə, yəni burada bilmir əslində insandan söhbət gedir, ümumilikdə dedim. Yəni erkəklərdən söhbət gedirsə, neçə hüceyrə sonda əmələ gəlirsə, onların hamısı sonrakı etapda qametə çevriləcəkdir. Yəni 16-sı da qamet olacaqdır. Eukaryot orqanizmin hüceyrəsində DNT molekulu bilavasitə sitoplazmada yerləşir. Nə zaman? Yerləşə bilər, bəli, yerləşə biləcəkdir. Mitoz bölünmədən deməli hardadır? Profazanın sonunda olacaqdır. Bu da profazanın sonunu xüsusi olaraq vurğulamayım, amma mitoz bölünmə zamanı sözü var. Ona görə də elə A variantını götürəcəyik doğru olaraq. Yəni daha geniş ayrıntı versəydim, məsələn yazardı profazanın sonunda, o zaman onu götürmək daha dəqiq cavab olardı. Amma bu da idarə edər. 60-da deyir ki, 2 = 44 xromosomlu canlının toxumluğunda 3 hüceyrə əvvəlcə bir dəfə mitoz yolla bölünmüş. 3 hüceyrə əvvəlcə bir dəfə mitoz yolla bölünübsə, toplamda 6 hüceyrə əmələ gələcəkdir. Yəni hərəsi 2 hüceyrə əmələ gətirir də. 2, 2, 2, toplamda 6 hüceyrə əmələ gətirir. Və əmələ gələn hüceyrələrin hər biri meyoz bölünmə keçirmişdir. Deməli 6 bir dəqiqə qələm götürün. Əvvəlcə mitoz keçirdibdir, hərəsi 1 ədəd, 3 hüceyrə imiş. Hərəsi 1 ədəd mitoz keçirdiyində olub 6 hüceyrə. Bundan sonra meyoza giriblər. Meyozdan da ən sonda 24 hüceyrə əmələ gələcəkdir. Deyir ki, hamısı meyoz bölünmə keçirmişdir. Toxumluqdur temboli. Deyir ki, meyoz bölünmələr nəticəsində əmələ gəlmiş hüceyrələrin ümumi sayını və hər bir hüceyrənin neçə xromosomlu olduğunu müəyyən hesablayın deyir. Ümumilikdə 24 hüceyrə əmələ gəlmişdir və hər hüceyrədə, yəni bunlar sonradan qametə çevrildiyinə görə, yəni meyoz bölünmə nəticəsində əmələ gələn hüceyrənin hər biri NC xromosom deməli dəstinə sahib olduğuna görə, deməli haploid sayı özündə toplayacaqdır. Bu zaman 24 hüceyrənin hər birisi 2-44-dürsə canlımız 22 xromosom dəstinə sahib olacaqdır. O da C variantında verilmişdir. Növbəti sual, meyoz bölüm prosesində xromosomların sayı 2 dəfə azalır. Belə azalma baş verməsəydi, onda hər sonraki nəsillərdə xromosom yığımı sonsuz sayda arta bilərdi. Bəli, cavab A variantıdır. Bu zaten kitabın cümləsidir. Öz-özünə tozlanan örtülü toxumu bitkinin rüşeym hissəsində mərkəzi hüceyrənin xromosom sayı 42 olarsa, yəni 2 42-dir. 2 bərabərdir 42 veribsə, bu bitkinin endosperm, zigot və yumurta hüceyrəsinin cəmi neçə xromosom olduğunu hesablayın. 2 42-dirsə, n bərabərdir 21 olacaqdır. Yəni bu oldu nə? Yumurta hüceyrə. Endospermi bundan 3 dəfə artıq, yəni 3 olacaqdır. Bu olacaqdır nə? 63 endosperm yazaq. Bir də bizdə nə? Zigotu. Zigot da 2-dir, yəni 42-nin özünə bərabərdir. Toplayanda bunları 42 üstə gəlir 21 üstə gəlir 63. Eləyəcəkdir 63 üstə gəlir 63, 126 B variantı. Pozaq bunu cəld. Keçək növbəti suala, 63-cü sualımıza. Örtülü toxumu bitkidə n sayda toxumu olan meyvənin əmələ gəlməsi üçün 2 qat maylamada bilavasitə neçə hüceyrə iştirak etməlidir? Deməli, bir dənə toxum əmələ gələn zaman 2 qat maylamada 4 dənə hüceyrə iştirak edir. 4 ədəd hüceyrə. Bunun biri mərkəzi hüceyrədir, biri yumurta hüceyrədir, 2 ədəd də spermlərdir. Toplamda 4 ədəd hüceyrə iştirak edir. İndi bir ədəd toxum üçün 4 ədəd iştirak edəcəksə, n sayda toxum üçün də 4 dənə olacaqdır. Cavab B variantı. Öz-özünə tozlanma nəticəsində əmələ gələn buludlu dəninin endosperm hüceyrəsindəki xromosomların sayının rüşeym hüceyrəsindəki xromosomların sayının nisbəti neçədir? Endosperm öz-özünə tozlanan bitkinin endosperm 3 bərabərdir. Rüşeym hüceyrəsində isə xromosom sayı 2 bərabərdir. 3 2 nisbəti Y variantında verilmişdir. Sonra 65-də ada dovşanı yumurtalığının yetişmə zonasına daxil olmuş 4 ədəd ilkin cinsiyyət hüceyrəsindən yetişmə zonasının sonunda əmələ gəlmiş qametlərdə nüvə DNT-lərinin kütlələrinin cəmini hesablayın. Deməli 4 yumurtalığa daxil olub. Bir də qələm götürüm. Yumurtalıqdır. 4 ədəd ilkin hüceyrə daxil olubdur. Yetişmə zonasının sonunda qametlər elə 4 ədəd olacaqdır. Və deyir ki, nüvə DNT-lərin kütlənin cəmini hesablayın. Bizə də deyir ki, yetişmə zonasına daxil olmuş bir ilkin yumurta hüceyrədə nüvə DNT-sinin kütləsi 4,2-yə bərabərdir. İlkin hüceyrənin, yəni yetişmə zonasına daxil olan ilkin hüceyrənin xromosom parametrləri 2N, 4C-dir. Burada DNT 4C deməkdir. Yəni 4C bərabərdir bir hüceyrədə 4C bərabərdir 4,2-yə veribdir. Görürsünüz, burada belə yazıbdır. Deməli, burada C nəyə bərabər olacaqdır? C də bərabər olacaqdır 1,5-ə. Bizim də alınan 4 dənə hüceyrəmiz var.
Hər birisi də C xromosom dəstəsinə malikdir. Deməli, bir dənə C 1,5-dirsə, 4 dənə C 4 vurulsun 1,5, o da 4,2 vurulsun 13-14 elə C variantında verilmişdir. Növbəti sual. Toyuğun dəri hüceyrəsinin mitoz bölünməsinin anafazanın sonunda xromosomun neçə xromosomu olur? Deməli, mitoz bölünmənin anafazasının sonunda xromosom parametrləri 4N, 4C'dir. Bizdən də xromosom soruşur zaten. 2N78-də 4N buna 2 qat artıq, B variantı 156 eləyəcəkdir. Buğda bitkisinin müəyyən sayda dəm meyvənin əmələ gəlməsi üçün maylamada iştirak edən hüceyrələrin ümumi sayı 56-dır. Deməli, bizdən soruşur ki, bu dəm meyvələr neçə çiçəkdə əmələ gələcəkdir? Neçə çiçəyin neçə olduğunu soruşur. Söhbət bir yumurtalığı, bir yumurtacığı olan bitkidən, yəni buğdadan gedir. Ona görə də çiçəyin sayını soruşur. Çiçəyin sayı da o zaman yumurtalığın və yumurtacığın sayına bərabər olacaqdır. Demək, biz yumurtacığın sayını tapmalıyıq. Beləliklə yumurtalığı tapmış olacaq və beləliklə çiçəyin sayını tapmış olacaq. Əgər deyir ki, maylamada iştirak edən ümumi hüceyrələrin sayı 56-dırsa, neçədən olacaqdır? X olacaqdır. Biz də bilirik ki, bir dənə toxum əmələ gəlməsi üçün iştirak edən ümumi hüceyrələrin sayı maylamada. Hüceyrələrin sayı deməli 2 ədəd spermidir, 1 ədəd mərkəzi hüceyrədir, 1 ədəd də yumurta hüceyrə. Toplamda 4-dür. Deməli, 4 ədəd iştirak edəndə də bir dənə toxum əmələ gəlir. Buradan x bərabərdir. 56-nı 4-ə böləndə 1, 4, 14. Deməli, 14 dənə çiçək, 14 dənə toxum əmələ gələcəkdir. 14 dənə yumurtalıq var, 14 dənə yumurtacıq var, 14 dənə deməli çiçəyi var buğdanın. Növbəti 68-ci sual. Blastula nədir? Maylanmış yumurta hüceyrə. Xeyr. Daxilində boşluq olan kürə şəkilli rüşeym. Bəli. Daxilində boşluq olan kürə şəkilli rüşeymdir. Yəni blastomerlər maylanmış yumurta hüceyrə sonra, yəni zigota çevrilir, sonra zigot bölünür. Mitoz bölünmələr keçirilir ard-arda çoxlu sayda və mitoz bölünmə nəticəsində çoxlu sayda blastomerlər əmələ gəlir. Həmin blastomerlər sonradan kənara çəkilirlər, bir deməli sırada düzülürlər və orta hissədə boşluq əmələ gəlir. Həmin deməli boşluq kürə adlanır. Blastula. Ona görə B variantı sualın cavabıdır. 69-da somatik hüceyrəsində N sayda xromosomu olan bitkinin spermisində M sayda xromosomu olan bitki ilə tozlandırılması nəticəsində alınan toxumun rüşeym hüceyrəsində elə bildim yazmır. Rüşeym hüceyrəsinin nüvəsində neçə xromosom olar? Somatik hüceyrəsində N sayda N sayda xromosom olan bitki. Yəni 2N bərabərdir deyir N-dir. Spermisində M sayda. Spermisi yəni haploidi də bərabərdir M-ə. Deyir ki, bunun tozlandırması nəticəsində alınan toxumun rüşeym hüceyrəsinin nüvəsində neçə xromosom olar? Bunun 2N, yəni bitkinin, dişi bitkinin 2N, N-dirsə, deməli bunun N-nə, haploidi nəyə bərabərdir? Şərtdə verilən M bölünsün 2-yə bərabərdir. Deməli, yumurta hüceyrəsi M bölünsün 2-dir. Belə yazıq, M bölünsün 2-dir. Spermidə M-dir. Deməli, bunları toplayacaq da. Nə deyib bizə? Rüşeymdə neçə xromosom var? Bu deyiləcək cavab. M bölünsün 2 plus M. O da arada verilib. D variantında görürük ki, verilmişdir. Buranı silirəm tez. Növbəti sual, 70-ci sualda deyir ki, somatik hüceyrəsində mitoz bölünmənin anafazasında N sayda xromosom olan bir canlının cinsi hüceyrəsində meyoz bölünmənin ikinci profazasında neçə xromatit saymaq olar? Mitoz bölünmənin anafazasında 1, 2, 4N-dir xromosom və bunu N-lə ifadə edir. Deməli, buradan haploidi tapsaq, yəni buradakı haploidi tapsaq, şərtdə verilən N-i 4-ə böləcəyik. Yəni, haploidimiz oldu, haploid sayımız oldu, N bölünsün 4. Bizə deyir ki, meyoz bölünmənin ikinci profazasına. Meyoz bölünmənin ikinci profazasındakı parametrlər xromatiti soruşur bu arada bizdən. Parametrlər, deməli, 2N, ikinci profazan deyir, üzr istəyirəm, profazan deyir, burada 2N olmur. Burada olacaqdır. N 2C. İkinci profazada, elə bir monofazadır. N 2C. İndi bizdə də deyir ki, xromatit sayını, yəni 2C-ni soruşur. Əgər bizim N-imiz N bölünsün 4-dürsə, yəni bu həm də eyni zamanda C deməkdir. 2C-miz də vurulsun bu olacaqdır. Yəni 2-yə vuracaq N bölünsün 4-ü. Bu zaman bunlar ixtisar gedəndə qalacaqdır. NC bölünsün 2. NC bölünsün 2 də, yəni N bölünsün 2 də C-yə ehtiyac yoxdur. O da B variantında verilmişdir. Üzr istəyirəm. Növbəti sual, 71-ci sual. Çox hüceyrəli
Heyvan orqanizminin yumurtalığında yetişmə zonasının sonunda cəmi 20 hüceyrə əminə gəlibsə, maksimum neçə hüceyrə maylanma zamanı erkək gametə birləşə bilər? Biz bilirik ki, yumurtalıqda ümumiyyətcə meyoz bölünməyə daxil olan hüceyrə bir dənə hüceyrə daxil olanda 4 dənə hüceyrə əmələ gəlir sonda. Amma yumurtalıqda, yəni dişi orqanizmində əmələ gələn 4 hüceyrədən 3-ü deməli yönləndirici cisim olduğundan iştirak etməyəcəkdir maylamada, yəni qametə çevrilməyəcəkdir. Bir ədədi isə qametə çevriləcəkdir. Toxumluqda isə 4 ədəd əmələ gələn hüceyrənin hər biri gələcəkdə qametə çevriləcəkdir. Bizdə yumurtalığı dediyinə görə deyir ki, yetişmə zonasının sonunda 20 ədəd hüceyrə əmələ gəlib cəmisi. 20 ədəd cəmi hüceyrə əmələ gəlibsə, bunun 4də biri, yəni yumurta hüceyrə olacaqdır, yəni 5-i erkək qametlə birləşəcəkdir. Cavab C variantı. Öz-özünə tozlanan bitkidə xromosomların diploid sayı, yəni 2 6-dırsa, onda maylanmadan bilavasitə əvvəl tetraploid bitkinin ruşem kisəsində neçə xromosom saymaq olar? Tozuq borusu ruşem kisəsinə daxil olmuşdur. Deməli, 2 bitkidə yazaq. 2 6-dırsa, 2 bərabərdir 6-dırsa, burada deməli n bərabərdir 3 olacaqdır. Bu deyir ki, onda maylanmadan bilavasitə və tetraploid bitkinin ruşem kisəsində neçə xromosom saymaq olar? Deməli, əgər bizim deməli 2 olan bitkimiz 2-dirsə bitkimiz, bu zaman ruşem kisəsində sonda 8 xromosom sayı olur. Orada olan hüceyrələrdə cəmsi. Deməli 2-də 8 olur. 4-də isə bizdən 4 soruşur. Burada x olacaqdır. Buradan tapaq hələ bir 4-də nə olur? 2 ilə 4-dən gedəndə 2, bu da qaldı 2 vurulsun 8 edir 16n. Deməli 16n olur, yəni ümumi xromosomların cəmi. N də bu bizdə tapmışıq ki, əgər 2n 6-dırsa bitkinin özü. N də 3-ə bərabərdir. Deməli 16-nı 3-ə vuracağıq o zaman. O da eləyəcəkdir 48. Növbəti sual, bunu tez silim, tez. İki qat maylanma zamanı ziqot əmələ gəlir. Ziqot nədən əmələ gəlir? Mərkəzi hüceyrə sperm birləşməsindən buradan endosperm olacaqdır. Yumurta hüceyrə ilə mərkəzi hüceyrənin birləşməsindən ümumiyyətcə bir proses getmir. Generativ nüvənin bölünməsindən orada spermlər əmələ gəlir. Yumurtacığın divarından meyvə, yəni meyvənin üst hissəsi əmələ gəlir, meyvələr əmələ gəlir, aid deyil. Sperm ilə yumurta hüceyrənin birləşməsindən bəli. X-i müəyyən edin. Orqan X-dır. Formalaşdığı mezodermadan yaranan orqan soruşur bizdən. Deməli, məədaltı vəzi deyil, qaraciyər deyil. Bunlar yəni endodermadan əmələ gəlibdir. Onurğa beyindən baş beyin isə ektodermadan əmələ gəlibdir. Əzələ mezodermadan əmələ gəlmişdir. Bunlar şifahi suallarda əzbərə yəni xidmət edən suallardır əslində. Diploid xromosomlu örtülü toxumlu bitkinin ruşem kisəsinə maylanmadan bilavasitə əvvəl haploid xromosom dəstəsinə malik neçə hüceyrə olur? Deməli, ruşem kisəsində spermlər ruşem kisəsinə daxil olmayıbsa, 5 ədəd, deməli 1 ədəd mərkəzi hüceyrə 2 xromosom dəstinə, 1 ədəd yumurta hüceyrə n xromosom dəstinə, 5 ədəd də deməli maylamada iştirak etməyən hüceyrələr n xromosom dəstinə sahib olur. Toplamda neçə dənə n olan haploid xromosom dəstinə sahib hüceyrə soruşursa, 5 ədəd iştirak etməyənlər, 1 ədəd də yumurta hüceyrə toplamda 6 edir. 76. Məməlilərdə toxumluğun böyümə və yetişmə zonası spermatozoidin əmələ gəlməsi zamanı, yəni ki, meyoz bölünmə zamanı, DNT-nin miqdarını zamanın asıllığını göstərən qrafiki müəyyən edin. Elə burada elə A variantıdır. Çünki 2C-dən qalxır, bir dəqiqə, 2C-dən qalxır 4C-yə, deməli, bu nə zaman olacaqdır? 2N 4C olur, sonra düşür 4C, yəni bu interfazdan söhbət gedir. Sonra oradan düşəcəkdir meyoz bölünmədə, ən sonda C-yə düşəcəkdir. Deməli, elə A variantı sualımızın cavabıdır. Digərlərinə baxmağa ehtiyac yoxdur. Digərləri uyğun da gəlmir zaten. 77. Dişi fərdin yumurtalığın yetişmə zonasında 32 hüceyrə əmələ gəlib. Bu hüceyrədən neçəsi qametdə bayaqda dediyim 4də biri, yəni 8-i. İnsan orqanizminin hansı toxuma qrupu ruşen vərəqələrin hamısının inkişaf edə bilər? Hamısının inkişaf edəcəkdir. Epitel toxuması. Çünki həm bu endodermada inkişaf edən epitel toxumasının təşkil edən orqanlar var. Həm ektoderma da var, həm də mezoderma da var. Buna görə də yalnız bir götürəcəyik. Sonra X sayda toxumu olan çox toxumlu meyvənin əmələ gəlməsi üçün 2 qat maylamada bilavasitə cəmi neçə erkək qamet iştirak edəcəkdir? Bir dənə toxum əmələ gəlməsi üçün 2 dənə erkək qamet iştirak edirsə, X əmələ gəlməsi üçün 2x qədər olacaqdır.
Öz-özünə tozlanma diploid bitkidə, öz-özünə tozlanan diploid bitkidə o növdə toxumu olan meyvənin əmələ gəlməsi üçün maylamada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstələrinin cəmini hesablayın. Öz-özünə tozlanır, o növdə toxum əmələ gəlir. Maylamada bilavasitə iştirak edən hüceyrələr nə qədər olacaqdır? Bir ədəd toxum əmələ gəlməsi üçün 2 enli bitkidirsə, deməli, nə deyir? Bilavasitə iştirak edənlər deyir, hə. İştirak edəcəkdir 5 N xromosom dəstəsi. Yəni bir ədəd mərkəzi hüceyrə 2 N, bir ədəd yumurta hüceyrə N, toplamda 3 N-dir bunlar. 2 ədəd də spermlər özü ilə N xromosom dəstəsinə sahibdirlər, toplayanda 5 N eləyir. Deməli, bir toxumun əmələ gəlməsi üçün iştirak edən hüceyrələrdə cəmi 5 N xromosom var. Onda bir ədəddə 5 N-dirsə, bir ədəd toxumda 5 N-dirsə, 10 toxumda da X-dir, 10 da vuranda 5 N eləyəcəkdir. 50 N C variantı. Öz-özünə tozlanan diploid xromosom dəstəsi bitkidə M sayda toxumu olan meyvənin əmələ gəlməsi üçün 2 qat maylamada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstələrinin cəmi nə qədər olmalıdır? Bayaq dediyim kimi də. Yəni bir dənəsində bir toxum əmələ gəlməsində 5 N qədərdirsə, burada M sayda olanda 5 N qədər olacaqdır. Yəni Y variantı. Növbəti sual. Tetraploid bitki diploid bitkinin tocuğu ilə tuzlandırılmışdır. Deməli, tetraploid bitki dişidir. Diploid bitki isə erkəkdir. Maylamada bilavasitə iştirak edən diploid xromosom dəstə hüceyrələrin maylamada iştirak etməyən diploid xromosom dəstə hüceyrələrin nisbəti neçə olur? Maylamada iştirak edən diploid dəstə, tetraploid bitkinin deməli nədir tetraploid? Tetraploid düz yazmışam. Dişi bitkidir. Deməli bunun haploid sayı nəyə bərabər olacaqdır? 2-yə bərabər olacaqdır. 2 ilə daha doğrusu. Diploid bitkinin maylanma deməli sperminin xromosom dəstəsi N-ə bərabər olacaqdır. Bizə deyir ki, maylamada iştirak etməyən diploid xromosom dəstə hüceyrələrin nisbəti. Bir dəqiqə. Maylamada bilavasitə iştirak edən diploid xromosom dəstə hüceyrələrin, maylamada bilavasitə iştirak edən diploid xromosom dəstə hüceyrələr bir tək yumurta hüceyrə olacaq. Yəni 2 N olacaqdır. Maylamada iştirak etməyən diploid xromosom dəstə hüceyrələrin nisbəti, bir dəqiqə qarışdırdım mən. Deməli 2 N maylamada bilavasitə iştirak edən 2 N-dir, yəni yumurta hüceyrədir. İndi bizə deyir ki, iştirak edənin, yəni bu 2 N-in maylamada iştirak etməyənlərə nisbəti. Etməyənlərdə 5 ədəd hüceyrədə hansı ki dedim də sinergit və antipodlardır. Onların hər biri, yəni bu 4 enlik tetraploid bitki olduğuna görə onun xromosom dəstəsinin yarısı, yəni 2 N-ə bərabər olacaqdır. Yəni 5 ədəd də bunlar. 5 dənə 2 N. Yəni 10 N də belə deyək. 10 N. İndi 2 N-in deyir ki 10 N-ə nisbəti. 2 N-in nisbəti 1-in 5-ədir. 1-in 5-ə də D variantında göstərilmişdir. Sonra növbəti sual. Əgər zigot bir dəfə uzundan bölünübsə, neçə blastım ömrünə gələcək? Bir dəfə uzundan bölündü, 2 dənə blastım ömrünə gələcək. Bayaq da demişdim, şəklini çəkmişdim. 84-də diploid bitkinin çiçəyində yumurta çiçəyində rüşem kisəsində olan hüceyrələrin xromosomların ümumi sayı maylamadan bilavasitə əvvəl 112 olarsa, bu rüşem kisəsində olan mərkəzi hüceyrədə neçə xromosom olduğunu hesablayın. Spermlər rüşem kisəsinə daxil olmamışdır. Hesabında rüşem kisəsində olan xromosomların ümumi sayı maylamadan bilavasitə və 112 olmuşdur. Xromosomların ümumi sayı burada 8-ni təşkil edir. Yəni bir toxum üçün. Burada isə 112-dir. Demək 112-ni 8-ə bölməklə tapaq görə neçə toxum var? 112-ni bölürük 8-ə, bir dəfə çıxılsın 8, qalır 3, 32, 4, 14. Demək 14 dənə hüceyrə var burada. Daha doğrusu 14 dənə rüşem kisəsi var. Deyək ki, indi olarsa bu rüşem kisəsində olan mərkəzi hüceyrədən neçə xromosom olduğunu hesablayın. Deməli, bunun eni tapdıq ki 14-dür. Yəni 14 dənə toxum deyilik. Eni 14-dür. Çünki burada xromosom sayı verib baxın. Ümumi hüceyrə sayı verməyibdir. N 14-dürsə bizə deyir ki, mərkəzi hüceyrənin xromosomu mərkəzi hüceyrədə 2-yə bərabərdir. 2-yə də bərabərdir. 2 vurulsun 14, yəni 28. O da harda verilib? A variantında verilmişdir. Növbəti sual. Meyoz bölünmədə xromosomlar hüceyrənin ekvatoru boyunca dözülür. Nə zaman düzələcəkdir? Metafazadan. Yəni həm birinci, həm ikinci metafazada düzələcəkdir.
Xromosom dəsti n bərabər 23 olan insan hüceyrəsi üçün hansı mülahizə doğrudur? Maylanmış yumurta hüceyrədir. Xeyr, maylanmamışdır. Somatik hüceyrədə yanlışdır. Mitoz bölünmə nəticəsində əmələ gəlmiş hüceyrə yanlışdır. Blastomir yanlışdır. Meyoz bölünmə nəticəsində əmələ gəlmiş hüceyrədir. Bəli. Rüşemin qastrula mərhələsi formalaşan zaman hansı rüşem qatları olur? Qastrula formalaşan zaman olacaqdır. Bir ektoderma var. Bir də endoderma var. Çünki artıq hələ mezoderma yoxdur. Artıq bundan sonra başlayacaq da mezoderma formalaşmağa. Yəni qastrol mərhələsi formalaşanda əmələ gəlir mezoderma, belə deyək. Ona görə də ektoderma, endoderma yalnız o da D variantında verilmişdir. Sonra 88-ci sualda nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Hüceyrələrə aktiv bölünən heyvan toxumasında bir hüceyrənin nüvəsindəki DNT miqdarı digər hüceyrələrlə müqayisədə 2 dəfə azdır. Azdırsa, deməli, burada artıq DNT yəni özünü ikiləşdirməyibdir, xromosomlar özünü ikiləşdirməyibdir. Söhbət burada interfazadan gedir və interfazanın da presintetik mərhələsinə gedir. Çünki sintetik mərhələdə, yəni S mərhələdə artıq ikiləşdirəcək. Söhbət presintetik, yəni birinci mərhələ G1 mərhələsindən gedir. Xordalı heyvanların rüşemində sinir borusunun yaranması ilə müşahidə olunan fərdi inkişaf mərhələsi nə adlanır? Nə adlanacaq? Əlbəttə adlanacaq neyrula. Sxemdə miyozun birinci bölünməsi hansı rəqəmlə qeyd olunmuşdur? Birinci deməli çoxalma mərhələsində mitoz gedir çoxlu sayda. Bölünmə mərhələsi interfazanı əks etdirir. Yetişmə mərhələsi mitozu göstərir. Burada mitoz, daha doğrusu üzr istəyirəm, miyozu göstərir. Burada miyoz 1 4 rəqəmi ilə, miyoz 2 isə 5 rəqəmi ilə göstərilmişdir. Miyoz 1 deməli 4D variantı. Öz-özünə tozulan örtülü toxum bitkide iki qametin xromosom dəsti K ilə, dişi qametin xromosom dəstini N ilə işarə etsək, onda zigotun və endospermin xromosom dəstləri nə olar? Aha, baxaq, maraqlı sualdır. Yaxşı sual yəni. Erkək qametin xromosom dəsti K-dır. Yəni yəni spermin yerə yazı S yazın bərabərdir K-dır. Dişi bitkidə qametin xromosom dəsti, yəni yumurta hüceyrə isə bərabərdir N-dir. Bu zaman biz özümüz üçün tapaq. Mərkəzi hüceyrə nə olar? Əgər yumurta hüceyrə N-dirsə, mərkəzi hüceyrə N olar da. İndi bizə deyir ki, işarə zigot nə deməkdir? Spermi üstə gəlsin yumurta hüceyrə. Spermi K-dır, yumurta hüceyrə də N-dir. Deməli, bir oldu KN və yaxud da NK fərq etməz. Endosperm isə mərkəzi hüceyrə və spermidir. Yəni, mərkəzi hüceyrə N-dir, spermdə K. Burada KN-dir. Bu da indi hansıda oldu? KN, KN-in. KN, D variantında. Diqqətlə baxanda D variantında tapırıq nəhayət. İnsan dərisinin əmələ gəlməsində əsasən hansı rüşem qatları iştirak edəcəkdir? Mezoderma iştirak edib, ektoderma, endoderma yoxdur insan dərisinin əmələ gəlməsi zamanı. Meyoz bölünmə zamanı xromosomların konjugasiya baş verir. Konjugasiya birinci profazada baş verəcəkdir. Qeyri-cinsi çoxalma zamanı əmələ gəlmir. Qamet əmələ gəlməyəcək. Bir dəqiqə. Qeyri-cinsi çoxalma zamanı əmələ gəlmir. Hətta qamet əmələ gəlməyəcəkdir. Mən niyə çalışdım? Bu cinsi çoxalmada əmələ gəldi. Tədqiqatçı mikroskopda hüceyrənin orta hissəsində ağlın bir anlıq N xromosom dəstinə getdi ona görə. Tədqiqatçı mikroskopda hüceyrənin orta hissəsində N-nə yerləşmiş lövhəcə əmələ gəldiyini və hüceyrənin əks qütblərində nüvələrin yenidən formalaşdığını müşahidə etmişdir. Söhbət burada deməli telefazadan sonraki mərhələ, yəni artıq hüceyrənin bölünməsindən söhbət gedir və N-nə yerləşmiş lövhəcikdən əmələ gəlibsə, yəni boğulmanma ilə yox da N-nə əmələ gəlibsə, yəni içəridən çöldən içəri deyil də daxildən xaricə doğru bölünmə istiqaməti gerçəkləşmişdir. Yəni burada Holgi kompleksi xüsusilə böyük əhəmiyyət kəsb edir membran əmələ gəlmədə və deməli söhbət sitokinez baş verən bitki hüceyrəsindən gedir, D variantı. Mitozun anafaza mərhələsi nədən başlayır? Mitozun anafaza mərhələsi başlayacaqdır. Xromosomlar sıfırlaşmağa başladığından xeyr, xromosomların hüceyrənin ekvatoru boyunca xeyr, xromatidlərin bir-birinə ayrılaraq hüceyrə qütblərin çəkilməyə başladığı andan bəli. O zamandan başlayır. Meyoz bölünmə nəticəsində xromosomların sayının 2 dəfə azalmasının əsas səbəbi nədir? Nə üçün 2 dəfə azalır xromosomların sayı? Birinci anafazada hüceyrənin əks qütblərinin 2 xromatidli xromosomların çəkilməsi, bəli. Elə onda xromosomların sayı 2 dəfə azalır, N haploid dəstindən düşürlər. Homoloji xromosomlar bir-birindən ayrılır yəni. 98-də deyir ki, Partenos sözünün tərcüməsi nədir? Bu qız deməkdir Partenos sözünün tərcüməsi. Şəkildəki canlıların postembryonal inkişafı hansı yolla davam edir? Biz görürük ki, bir milçək deməli kəpənəyi veribdir. Bir də çərkə veribdir. Kəpənəkdə dolayı yolla gedir, çərkədə isə düzünə yolla gedir. Bir dəqiqə burada da ədəd
Yox. Deməli, burada şey əminə gəlir axı bir dəqiqə. Sülfə əminə gəldisə, deməli artıq burada üzr istəyirəm, düzgün inkişafdan söhbət gedə bilməz. Dolay inkişafdan söhbət gedir. Ona görə də elə hər ikisi əslində dolay inkişafdır. Birincidə dolay inkişafdır, ikincidə dolay inkişafdır. Sadəcə fərq nədir? Birincidə dolay inkişafda tam metamorfozla dolay inkişaf gedir. İkincidə isə natam metamorfozla dolay inkişaf gedir. 100-də, 100-lü suala çatmışıq. 100-də deyir ki, gametogenezin hansı mərhələsində Krasinqov 1 baş verə bilər? Söhbət burada geçmir mərhələsindən gedir, yəni meyozdan gedir. Səhv mülahizəni müəyyən edin. Çiçəkli bitkilərdə erkək gametofit mikrosporun əmələ gəlir? Bəli, mikrosporun əmələ gələcək. Tocuq dənəciyi rüşem kisəsində formalaşır? Yox. Rüşem kisəsində formalaşmır. Tocuq dənəciyi rüşem kisəsində formalaşmır. Yanlış bir fikirdir bu. Suncuğun içərisindən gəldikcə artıq deməli formalaşmağa başlayır. Tocuq dənəciyi onun ərdə-ərdə gəlir. Orada cücərməyə başlayır. Yəni cücərir də. Yəni burada formalaşır deyəndə tocuq dənəciyi cücərməyə bəlkə nəzərdə tutur. Yoxsa tocuq dənəciyinin əmələ gəlməyə nəzərdə tutur. Yəni ki, bir halda bütün hallarda rüşem kisəsində deyildi yəni. Səhvi də soruşur, səhvi B variantıdır. Generativ nüvə bölünərək 2 sperm əmələ gətirir, düzdür. Tocuq dənəciyində generativ və vegetativ nüvə olur, düzdür. Dişi gametofit makrospordan yaranır, bəli. Məməli heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda, yəni 4N 4C-də xromosomların sayı 76-dır. Yəni 4N bərabər 76-dırsa, bu canlının bir qametində xromosomların sayı neçə olar? 4N 76-sı N-də 76 bölü 4 bərabərdir 19 B variantı. 103-cü sualda xromosomlar təşkil edən xromatidlərin bir-birindən ayrılaraq bölünmə vətərləri tərəfindən hüceyrənin qütblərinin çəkildiyi fazadır. Bir-birindən ayrılırsa söhbət burada D variantında zaten görünür. Nöqtənin yerinə uyğun gələn ifadələrinin düzgün ardıcıllığını müəyyən edin. Parçalama mərhələsində 4 blastomer əmələ gəlmişdir. Bu zaman 2 blastomer uzunla, yolla, 2 blastomer mitoz yolla, uzunla bölünmüşdür. Bu daha uyğun gəlir. Deməli, nə dedim mən? Bu zaman 2 blastomer, 2, 1. Sonra gəlir mitoz yolla, mitoz da 4'dür. Bu da uzunla bölünür. Bu da 3'dür. 1, 4, 3. 1, 4, 3 A variantı. Çiçəkdə 2 qat maylamada iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi 12N'dir. Yumurta hüceyrənin xromosom dəsti 2N'dir. Yumurta hüceyrə 2N'dirsə, avtomatik 12N 2N çıxıram. Yerdə qalır 10N. 10N'dən də 4N çıxacağım. Çünki mərkəzi hüceyrədə var axı. Mərkəzi hüceyrədə yumurta hüceyrədən 2 dəfə artıq olur. 10N'dən də 4N çıxanda qalır yerdən 6N. 6N-də deməli spermlərin payına düşür. İndi deyir ki, onda maylamadan sonra əmələ gələn endosperm hüceyrəsinin xromosom dəsti neçə olar? Spermlər birlikdə 6N isə, tək spermi, yəni 3N olacaqdır. İndi deyir ki, endospermdə xromosom neçə olar? Baxın, arada bir kontrol edim, görüm çəkir. Endosperm əmələ gəlməsi üçün mərkəzi hüceyrə ilə spermin bir toplanılır. Spermin deməli 3N-dirsə, mərkəzi hüceyrədə 4N idi. O da 7N idi toplayanda. Sonra cümləni tamamlayın. Meyoz bölünmənin ikinci mərhələsi ikinci profaz ilə başlayır. Daha uyğun gəldi D variantında. Şəkildə hansı çoxalma üsulu göstərilmişdir? Burada göründüyü kimi elə şəkildə də görsənir ki, sporla çoxalma görsənir. Gametogenezi də toxumluğun böyümə zonasında baş verir. Böyümə zonasında nə baş verəcək? Söhbət buradan interfazadan gedir. Cədvələ əsasən X-lə Y-in cəmini soruşur. Rüşem kisələrində baş verən mitoz bölmələrinin sayı. Mitoz bölmələrin sayı 49 dənədir. Noxuddan. Deməli, bir dənə rüşem kisəsində neçə dənə mitoz gedir? 7 dənə mitoz gedir. Onda X dənə rüşem kisəsində 49 dənə mitoz gedir. Mən buradan tapıram ki, rüşem kisəmiz sayı 7-dir. 7 dənə də rüşem kisəmiz var. Maylamada bilavasitə iştirak edən qametlərin sayı. Bir dənə rüşem kisəsində əgər maylamada 3 dənə qamet iştirak edəcəksə, yəni bir yumurta hüceyrə, 2 ədəd də spermi. Onda 7 dənədə də 7 vur 3 bərabərdir 21 dənə qamet iştirak edəcəkdir. X-imiz oldu 21.
Əmələ gələn meyvədəki toxumlarda ləpə yarpaqların maksimum sayı. Deməli, burada da 7 dənə toxum əmələ gəlir. Bizə bilir ki, söhbət noxud bitkisindən gedir. Noxud bitkisi 2 ləpəli bitkidir. Ləpə yarpaqlarının sayı dediyinə görə 7-dən vursan 2 eləyir 14. Bizə nə soruşur? X-in Y-in cəmini soruşur. Y-imiz 14 elədi. X-imiz da ki 21 elədi. Toplayanda bir dəqiqə nəyi səhv elədim ki? X-imiz 21 eləmədi ki. 7-nin çoxunda 21 eləyir. Əmələ gələn meyvədəki toxumlar ləpə yarpaqlarının maksimum sayı. 7 dənə toxum əmələ gəlibdir. Maylamada bilavasitə iştirak edən erkək qametlərin sayı deyirik bizə. Erkək qametlərin sayı. Mən niyə bunu 3-ə vurdum ki? Ümumi qametlərin sayını demir ki, bizə erkək qametlər 3-ə vurmuram burada. 7-ni 3-ə vurdum. 3-ə vurmuram, 2-yə vururam. Ümumi qametlərin sayını demir. Deyir ki, görüncə diqqət edelim. Erkək qametlərin sayı. 2 dənə spermi var da, yəni 7-ni də 2-yə vuranda eləyir 14. 14 dənə burada. Sonra bir dəqiqə 14 dənə də ləpə yarpaq tapdım da, hə. İlkimizdə 14 dənə tapdım. Toplamda 14 dənə 14 dənə toplayanda eləyir 28. Sonra bunlar pozum. Bir dəqiqə. Belə dolaşmasın. Uyğunluğu deyil müəyyən eləyin. Bir qatlı hüceyrələrdən ibarət blastula daxili tərəf çökməyə başlayır. Bu uyğun olacaqdır. Deməli, qastrula mərhələsində. Qastrolda daxili çökməyə başlayır. Yəni 1-ə yazırıq B. Yazmadı. Sonra toxumalar və orqanlar formalaşmağa başlayır. Formalaşmağa başlayacaq neyrolada, yəni C-də. Zigot mitoz yolla 2 blastomera bölünür. Bu da ki, təbii ki, yəni harda baş verəcəkdir? Parçalama mərhələsində. Yəni haşamada da A fikrim. Deməli 1 oldu B, 2 oldu C, 3 oldu A. O da B, C, A, B variantında. 111-ci sual. Çoxhüceyrəli heyvan orqanizmində gametogenezin mərhələlərini baş vermə aracılığı ilə yazın. Birinci təbii gələcəkdir çoxalma mərhələsi, sonra böyümə, sonra da yetişmə mərhələsi ən sonda. Cədvələ əsasən X və Y-in cəmini hesablayın. Xromosom sayı nə deyir? Deyir ki, bir növbəli heyvan hüceyrəsində mitoz bölünmən anafaza mərhələsində, metafaza mərhələsində. Demək, metafaza mərhələsində mitoz bölünmədə 2-in xromosom sayı 2, bir tek 2 nə idi? 4-in 4. Ay Allah, niyə belə çaşıram mən? Metafaza deyir də, 2-in 4-cədir. Xromosom sayı deyir 8, yəni 2 yeni 8-dir. Xromatid sayında nə olar? Xromatid sayı buna 2 dəfə çox 16 olacaqdır. DNT zəncir sayı nə olar? DNT-də 8-dir, yəni 2 dəfə bundan çox. Bu deyəcəkdir 16-nı 2 dəfə 2-yə vuranda deyəcək 32. Bizə nə deyir? Deyir ki, X-in Y-in cəmini tap. Yəni 16 ilə 32-nin cəmini tap. Bu deyilir 48. Növbəti sual. Diploid çiçəkli bitkinin fərdi inkişafında belə bir dəyişmə baş vermir. 2 ilə N-ə düşür, N-dən N-ə düşür, 2 ilə 2 N olur, 3 ilə 3 N olur, amma 3 N-dən 2 N olmur. Yəni belə bir hal mümkün deyil. D variantı sualın doğru cavabıdır. 14-də deməli uyğunluq müəyyən edin. Gözün torlu qişası endodermadan deyir, əmələ gəlibdir və təbii ki, burada yanlışlıq eləyir. Endodermadan deyil, ektodermadandır. Qalxana bənzər bəzi ektoderma deyir, yanlışdır, endodermadır. Sonra epidermisin törəmələri mezoderma deyir, xeyr, ektodermadır. Dərinin piqatı endoderma deyir, xeyr, mezodermadır. Mədaltı vəzi endodermadır, bəli. Y variantı. Çiçəkli bitkilərdən bilavasitə meyoz bölünmə ilə əmələ gəlir. Meyoz bölünmə ilə əmələ gələn mikrosporlar, bəli, mikrosporlar meyoz bölünmə ilə əmələ gəlir. Sonra digərləri mitoz bölünmə ilə əmələ gəlir. Hamısı, baxın bir dəqiqə, hamısı. Yox, hamısı yox. Məsələn, toxum qabığına meyvə yanlığı mitoz bölünmə ilə əmələ gəlmir də. Mitoz bölünmə ilə əmələ gəlir də, düzdür, hə. Meyoz deyil, yəni. Özünə tozlanan çiçəkli bitkinin toxumunda endosperm hüceyrəsi interfazada 9 xromosom dəstə malikdir. Interfazada endosperm 9-dir. Bu toxumun qabıq hüceyrəsinin xromosom dəstəsi neçə olacaqdır? Yəni ki, endosperm nədir? 3 N-dir də, yəni bu 3 N belədir, 3 N xromosom dəstə deməkdir. Bu şərtdə verilən 9 N bərabərdirsə, bunun deməli N-i bərabərdir, əslində 3 N. Demək bu bitkinin N-i 3 N-dir. Demək diploid sayıda 2 N-i də bərabərdir, 6 olacaq. 6 N daha doğrusu olacaq. Bizə nə deyir? Bu toxumun qabıq hüceyrəsi. Qabıq hüceyrəsi də bitkinin ana bitkinin özünün xromosom dəstəsinə, yəni bərabərdir. Yəni bu zaman 6 N olacaqdır. Tez silək buranın növbəti sual 117-ci suala baxaq tez. 117-də deyir ki, mitoz bölünmənin profazasında xromatinlər qısalaraq yoğunlaşır.
Bu zaman xromosomların sayı dəyişirmi? Eee, mitozda xromatidlər qısalır, yoğunlaşır xromatidlər, amma xromosom sayı mitozda dəyişmir. Eee, bu zaman dəyişmir. Profazada dəyişmir xromosom sayı. O da xeyir dəyişmir bir variantda veribdir. 118-də qrafikdə diploid bitkinin, hüceyrənin daha doğrusu meyoz bölünmə fazalarında xromosom dəstələrinin dəyişməsi göstərilmişdir. Qrafik əsasən düzgün fikir göstərin. Deyir ki, deməli 2 ilə düşübdür enə, sonra tezdən qalxıb 2 ilə, sonra tezdən enə düşübdür. Nə deyir? Bizdə meyoz bölünmənin ən sonunda gəldi düşdü enə. Göründür ki. Düzgün fikir soruşur qrafik haqqında. Deməli, X meyozun birinci fazası ola bilməz. Ana fazası ola bilməz. X meyozun birinci ana fazası ola bilməz. Meyozun birinci ana fazasında xromosom dəstəsi 2-nin 4-cədir. Yəni, niyə olmasın ki? Ola bilər. F fazası bizə nə deyir? Düzgün fikir deyir. Hə, bu yanlışdır. F fazasında xromosomlar 2 xromatidli olur. F-də 2 xromatidli olmur. Orada 1 xromatidli olur. Ən sonda meyozun sonuncu fazasıdır. Yəni, NC alınır oradan. Z meyozun birinci profazası ola bilər. Yox, birinci profaza yox, bu ikinci profaza olacaqdır. Yəni, N2C xromosom dəstəsinə sahibdir. Sonra deyir ki, nə dedim, D-ni oxuyuram. Y fazasında xromosomda 1 xromatidli olur. Y-də xromosom 1 xromatidli olur. Yox, orada 1 xromatidli olmur. Orada 2 xromatidli olur. Meyozun birinci bölməsidir. 2 xromatidli olacaqdır. Qaldı Y. Y-də deyir K fazasının sonunda xromosom sayı ilə xromatid sayı bərabər olur. Yox, K-da bərabər olmur. K-da bərabər olur. Çaşdım. K-da bərabər 2-nin 2C-dir də. 2-nin 2C. Görürsünüz, həm xromosom sayı 2-dir, həm xromatid sayı 2-dir. Çünki orada xromosomun xromatidləri bir-birindən ayrılır. O zaman hər bir xromatid nəticədə sərbəst xromosom sayılır. Ona görə də deməli bəli, bu düzgün fikirdir. Əgər mitoz bölünmənin ilk fazasında hüceyrədəki xromosomların sayı endirsə, yəni ki, profazada yazaq bunu. Profazada, yəni 2N, əslində 4C-dir də. Bu 2N-də deyir ki, endirsə, metafazada bu xromosom dəsti cəmi neçə DNT zənciri olar? Metafazada 2N, 4C, 8D-dir. Yəni DNT zəncirinə görə qoysaq. O zaman xromosom dəsti N-i deməli 2N endirsə, N də bərabərdir. Bu şərtdə verilən N bölünsün 2 eləyəcəkdir. Bizdə 8 lazımdır. Yəni 8-i vuracaq bu zaman N bölünsün 2-yə. O da bərabərdir N bölünsün 4N. 4N. Belə yazaq. B variantı. Bugün bu qədər əziz dostlar, əziz yoldaşlar, müəllimlər, şagirdlər, kim bizi izləyirsə. Vaxt çünki çox getdi, artıq 1 saatı keçibdir. Açıq sualları da izah edəcəm. Sabahda, çalışıb bu günlərdə açıq suallarda qəşəng məsələlər var. Onları da izahını çəkib yerləşdirəcəm. İzlədiyiniz üçün çox sağ olun. Bəyənsəniz, şərh yazsanız, bizə də dəstək olmuş olarsınız. Əməyə, hörmətlə alınır. Çox sağ olun.